Bir daha salam təzədən. İllik mənfəət və zərər üçün bizə lazım olan şey bir ilimizi əhatə etməkdir. Biz hansı aydan başlayırıqsa, həmin ay üzrə götürməliyik illiyimizi. Deyək ki, biz illik mənfəətimizi oktyabr ayının 1-dən başlayırıqsa yığmağa, yəni bizim öz maliyyəlimiz oktyabr ayının 1-dən başlayırsa, növbəti ilin oktyabr ayının sonuna qədər bu proses davam etməlidir və yaxud da ki, sentyabr ayının 30-una qədər, 12 ay tamamlanana qədər. Amma biz özümüzü cədvəlimiz daha səliqəli olsun deyə yanvar ayından başlayaq və qeyd edək. Birinci mənə lazım olan şey tarixlərdir. Yanvar olaraq qeyd edirəm. Bu gün bunu çəkdiyim zaman aylar dəyişir. Dəyişirmiş. Və dekabr olaraq dəyişdirdim. Hamısını eyni ölçüyə gətirək ki, rəqəm əks olsun. Tamam. Hamısını ortalayaq. Ctrl B deyək, qalın olsunlar. Və seçenişler olar ya. deyirəm də. Səsə qulaq asmırsam, həmişə deyirəm mən. Bilirsiniz. Yo deyirəm, Ctrl D ilə bu düşür, aşağı Ctrl B ilə bu olur. Onların hamısını qeyd edirəm mən. Anladım. Hətta o çox istifadə olunan işimizi sürətləndirən nə varsa, onları deyirəm. Deməli, bunları etdik. Bizə başqa nə lazımdır? Biz burada nələri görəcəyik bu illər ərzində, bu aylar ərzində biz nələri əks etdirməliyik? Bir, satışlarımızı. Nə qədərlik satış eləyəcəyik və yaxud da nə qədərlik satış eləmişik. Satış etdiyimiz şeylər nədir? Onları qeyd eləməyimiz lazımdır. Birinci bizə lazımdır burada satış bölümü, deyək ki, oradan qeyd eləyək, burada olsun. Bunun hamısını böyünə yazaq. Satışlar və bunun real satışları buradan qeyd eləyək. Hə, məhsulun adı olaraq qeyd eləyək. Nömrə olsun burada. C dəqiqə. Sıra nömrəmizi də bilək. Məhsulun adı. Salam. Ctrl B verdim, yenə də qalınlaşdırdım. Yenə orta dilgiyə çəkirəm. Ümumiyyətlə həmişə bir dəstək xəttiniz olsun. Bu sizin sabahlarım cədvəllərinizi kimsə sizin adınıza təqdim edəndə də müəyyənləşdirə bilirsiniz. Həm də ki, əliniz bir dəfəlik vərdiş edir, öz cədvəllərinizi, öz əməliyyatlarınızı tanıya bilirsiniz. Ki, həmişə hansı tipli əməliyyatları nə cür yazırsınız, hansı şriftlə yazırsınız və yaxud da rəqəmləri hansı sütuna tərəf yaxınlaşdırırsınız. Bu, mühasib maliyyətinin mini sirləridir də, belə deyək. Ki, kimsə sizin əvəzinizdən həmin cədvəli təqdim edəndə, report edəndə çox rahat şəkildə sübut edə bilirsiniz ekspertizədə ki, bu mənim deyil. Yəni, mən bu əməliyyatda bu cürə işlətmirəm. Baxın, biz nə qərarlaşdırdıq? İllik dediyimizə görə 12 aylıq bir periyod çizdik, özümüzdə sütun olaraq qəbul elədik. Satışlarımızı isə sətir olaraq qəbul edirik və nələri satdığımızın da ad açıqlamasını qeyd edirik. Məhsulların adını da qeyd etdim. İndi deyək ki, bizim müəssisəmiz nələr satmış olsun? Nə satsın müəssisəmiz? Bircə dəqiqə məndə bir data var idi. Siz nə satırdınız? Sən mebellər satırdınız, düzdür? Ofis mebeli, qonaq mebeli, yataq, mətbəx mebeli. Tamam. Bax, kopyalayıram həmin hissəni. Biraz böyüdək. Tamam. Qeyd etdim. Buranı biraz balacalaşdırıb ki, cədvəlimin hər bir tərəfi görünsün uşaqlar. Və birinci başlanğıc hissəm var, hansı ki, oranı birinci içərisini cədvəl formatına salıram. Sonra kənarlarını vururam ki, görünsün. Bu mebellərdən nə qədər satmışam? Bayaqlarım, baxın, burada qrupumuzun birinin informasiyası var, bu mebel şirkətinin. Görün, həmin dataları necə yığıblar. Bütün informasiyaları var. Yanvar ayı bir qruplaşdırıblar, fevralı bir qruplaşdırıblar. Bu formada gediblər də. Mart 3 ay eləyiblər.
bildim. Ona etirazım yox. Yəni, amma indi düşünün, buradan əldə etdiyiniz informasiyanı, yəni mənə bəlli bir rəqəm vermək üçün müəyyən bir hesablamalara getməlisiniz. Amma halbuki siz bu cədvəli hazırlayanda o vaxt sərf eləmişdiniz. Düzdürmü? İndi mən sənin həmin informasiyaları daxil edəcəm. Burada nə yazmalıyam mən uşaqlar? Cəmi satışımı qeyd etməliyim. Burada cəmi satışı yuxarıda qeyd edə bilərəm. Bu hissəni biraz belə aralı qoyun. Yəni boşaldım ki, satışın maya dəyəri yerində açıqlaya bilək. Satışlar ya da bu belə qalmasın. Satışın maya dəyərində. Ha. Satılmış məhsulun maya dəyəri. Məhsulun maya dəyəri. Qabağını da yazıram. Sarılmış oldu değil mi? Ha sarısını yapıyordu. Bizim nasıl için? Çok çətinliklə görürəm. Hə, siz də? Niyə siz də maşallah böyük görürsünüz? Məndə bir sən nə qədər balacadır. Tamam, yenə dediyim kimi cədvəlləşdirirəm ki, hələ bu hissəni qeyd edeyim. Baxın, burada gördüyünüz bölümü cəmlərim üçün ayırmaq istəyirəm də, yəni bu məhsulları, yəni satış cəmlərini yuxarıda görüm deyə bərabər deyirəm. Bunu artıq mən alt bərabərlə də verə bilərəm. Çünki burada hər hansı bir filtr istifadə eləməyəcəyimə görə elə həmin şeydə mən vaxtı sum elədim sadəcə. Və çəkirəm sona qədər. Artıq nə baş verir? Həmin əməliyyatlarım məndə göstərir. Satılmış məhsulun maya dəyərində isə yenə də bunun altından girəcəm və bu informasiyaları gördüklərinizin. Bu nə deməkdir artıq uşaqlar? O satış qiymətindən o faydalı. Bəli, satılan məhsulun maya dəyərini ayrıcalıqda görmək istədiyim üçündür. Ki bu hissədə bəli, mən gross gəlir mənfəətimi hesablaya bilim və yaxud da ki, buna nə deyim? Buna gəlir deyim. Səbirsiz davranmayın. İndi rəqəmləri yazdığımız zaman hər şey öz qaydasını tapacaq. İndi bax, adicə sənin 12 aylıq informasiyanı 4 dənə ayrı cədvəldə də düzdür. Mən bu cədvələ yerləşdirəcəm. İlk öncə başlayıram və hər birini ayrı-ayrılıqda görmüş olacağım artıq. Baxın, bu gəlir hissəsində də ümumi olaraq yox, hər birinin gəlirini ayrıca görmüş olacağım. Və analiz edə biləcəm ki, hansı tipli məhsulu daha çox istehsal edib satsam, mənim müəssisəmə daha çox fayda verir. Marjinallığı daha çox. Və onu da hesabatımda göstərə bilərəm. Tamam. Bunu biraz da böyüdək. İndi başlayaq əməliyyatlarımıza. Baxın, bu hissədə bax, SMM-də var ya cəmi. Bunların hamısına bunları kopyalayıb verirsiniz. Gördünüz, yenə götürdü. Yenə kopyalayıb verirəm. Çünki məhsul çeşidlərim eynidir axı. Yenə mənə həmin hissələrə cəmi verəcək. Bu iki dənəsinin ikisini də bax. Yuxarıdakilərə alt bərabərlə total summa vermişdim. Çeşidlərim eyni olduğuna görə deməli sayları eynidir. Həmin xananın üzərində kopyalayıb hansı xananın cəmləməsini istəyirəmsə təzədən tarix üzrə orada enter verirəm. Yenə kopyalayıram, yenə enter verirəm. Və nə baş verir? Baxın, göy işarə ilə işarələndi.
hara kimi istəyirdimsə, ora kimi gətirib mənə cəmini çıxarda bilir. Və bunu bütün xanalarıma tətbiq olmasını istəyirəm. Görüm tuta bilirəm, burada tuta bilmədim. Getsin və getsin. Xeyr, sizə elə gəlir. Baxın, 1, 2, 3, 4 çeşid məhsulunuz var sizin. Mən məhsul üzərindən gedirəm, bəli. Gəlirəm indi informasiyanızda yanvar ayına. Yanvar ayında ofis mebeli miqdar satmışsan 3 ədəd. 3 ədədin maya dəyəri olub 750, satış qiyməti olub 1500 manat. Düzdürmü? Maya dəyər və xərclər. Bu xərclər nədir? Bunlar əməliyyat xərcləridir təzədən. O da SMMD-nin içində olacaq da o zaman. Birinci biz satış qiymətlərimizi girək. Ofis mebeli həmişə 1500-ə mi satılıb? Həmişə. Axı fevral ayında 2500 satmısınız? Yox, eşit. Bəli. Tamam. Tamam. Baba 3 dənə 1500 manatlıq, 4500 manatlıq satış deməkdir də, bu düzdür? Düzmü yazdım 1500 manat o zaman? Ofis mebeli 1500. Bunları da kopyalayıram. Satışlarımı qeyd eləyəm. Sənin datalarımı istifadə edirəm sadəcə. Mən bunları belə. Gəldim hara? Fevral ayı. Satış qiymətlərim. Kopyalayım. Mart ayda burada da yəqin ki, Mart ayının satış qiymətlərini kopyalayıram və daxil edirəm. Bir də uşaqlar, həmişə burada cəm verdiyiniz kimi, eyni bir dənə də burada cəm verməniz lazım. Bu iki xananı işarələyib birləşdirin həmişə. Total deyin, deyək ki, bəli, 50-likdir burada görəcəksiniz. Bu da yenə alt bərabərdir deyəndə sizə həmin arealı işarələyir rəqəmlərlə ki, haranı hesablayın. Biz də belə deyək, qalın deyək, bu formada olsun və cəlb elədim aşağıya qədər. Mən bunu necə balacalaşdırım ki, nömrə yerinə sıxışdırım görürsün. Tamam. Aşağıda bu tərəfi tamamlayanda görəcəksiniz. Uşaqlar, baxın, tək 3 aya 84 minlik satış eləmişsiniz. İndi gəlirəm satdığınız məhsulların maya dəyərinə. Bax, satışın maya dəyərinin içərisində, bunu necədə saxlayın. Hamın diqqəti məndədir, şeyinki məndə deyil. Zeynalabınki məndə deyil. Satışın maya dəyəri deyəndə satdığımız məhsulun maya dəyərindən getmir ha söhbət. Satdığımız məhsul müştəriyə çatana qədər, yəni təhvil təslim olana qədər nə xərclər gedibsə onlar daxildir. Mən məhsul istehsal etmiş ola bilərəm, alıb satır da ola bilərəm, fərq etmir. Aldım 5 manata, satana qədər də 2 manatlıq xərc çəkdim. Deməli, mənim satışımın maya dəyəri oldu 7 manat. Malımın maya dəyəri nə qədər oldu? 5 manat. Amma satışımın maya dəyəri 7 manat. Niyə? Çünki 2 manatda o məhsul sata bilim deyə məsrəf eləmişəm mən. Və satışımın maya dəyərini çıxanda əldə etdiyim şeyə mənfəət deyilmir, gəlir deyilir. Balanslarda sizin gördüyünüz dövrəyə
maliyyə bərabərində gördüyünüz gəlir var. Əslində o gəlirin təyinatı odur. Hamı gəliri satışla eyniləşdirir. Amma eyni olmaması lazımdır. Burada bir vərəq Safət xan var. Ehtiyatlı olun. İndi gələk görək burada sənin satışın maya dəyəri hardadır Aytən? Mən ona baxmaq istəyirəm. Miqdar maya dəyəri olaraq qeyd eləmisən. Hə. Bax bu maya dəyəri nədir? Malının maya dəyəridir. İşarələdir. Bəs bu nə? Bu xərclər nədir? Xərclərdir o zaman? Tamam. Yəni bu pul içində yoxdur da. Bu ayrı xərcdir, bu ayrı xərcdir. Deməli mənim məhsulumun özünün qiyməti nəyin içərisindədir? Mən onu bilməyə çalışıram. Aytən, bir də mənə köməklik elə mövzunu başa düşmək üçün. Bax, bu xərclər satışın olunması üçün çəkilmiş xərclərdir 3 ay ərzində, düzdür? Deməli, satışın maliyyə dəyərinə daxildir. Bizim məhsulumuzun özünün dəyəri hardadır? O 1200 manat olan odur. Onun içərisində istehsal prosesinə aid olan bütün xərclər var, yoxsa orada ofisin icarəsi zad da var onun içərisində. Ancaq məhsulun özünün istehsalı ilə bağlı olan xərclər aydındır. Deməli, bu ikisinin cəmi olacaq mənim məhsulumun satışının maya dəyəri. Yəni, bu hissədə yazmalı olduğum nüans. Gəl baxaq. Bircə dəqiqə, xəta mənim xətamdır. 1550 manat satışının maya dəyəridir. Sonra nə var burada? 1600-dən 1850 var. Baxın, mən bir dənə bunu belə bir şey eləmək istəyirəm burada. Aytənin icazəsi ilə. Aytən, bax, pratik olsun deyə mənə informasiya lazımdır. Mənə hansı informasiya lazımdır? Sənin məhsulunun maya dəyəri ilə, MMD-lə SMMD-ni tapmaq üçün digər xərclərin lazımdır. Yəni, məhsulunun maya dəyəri ilə plus o məhsulu satmaq üçün çəkdiyi xərclər mənə lazımdır aciz informasiya kimi. Mən bunları çəkdiyim zaman baxın indi. Yok hocam. Mən onu baxın, xahiş edirəm, qarışdırmayın, qoy bir 3 dənəlik də sonra. Bax, biz dedik ki, bu sənin məhsulunun qiymətidir. 3 dənəsini almısan və digər xərcləri çəkmisən hamısını, ya da özün istehsal eləmisən bunu. Material xərcin, avadanlığın, amortisasiyası, digər işçi xərcləri falan filan, hamısını toplamsa 3750 manata başa gəlir. Düzdür? 3 dənəsi 750 manata başa gəlmiş məhsulu satmaq üçün də 900 manat əlavə xərc eləmisən. Gəl izah elə dönəm. Səsi də açım eşidin. Məsələ belədir. Bəzi müəssisələr bu cür əməliyyatları fərdi şəkildə məhsula görə aparmadığına görə ən çox da ticarətlə məşğul olan müəssisələrimiz ilin sonunda xeyrə çıxdıqlarını müqayisə edib tapa bilirlər. Amma hansı məhsulla zərər etdiklərində heç bir fikirləri yoxdur. Misal üçün, bir konteyner məhsul sifariş verib, başqa ölkədən gətirib satan müəssisə, həmin məhsulda bir konteynerdə xeyrini hesablayır ki, 10.000 xeyrim var. Amma detal olaraq çeşid üzrə hesablamanı aparmadığına görə 3 məhsul buna zərər veribdir. O 3 məhsul bunun qazanmalı olduğu xeyri də aşağı çəkibdir. Bir konteynerdə qazanmalı idi 25.000, qazanıb 10.000 deyir əladır. Amma zərər etdiyi məhsulu vurmasa ikinci səfər, gəlir avtomatik 25.000-ə qalxar. Amma çeşid üzrə mənfəət zərərli hesabatı olmadığına görə və proqnozunu da çeşid üzrə aparmadığına görə ondan bir xəbər qalır və əməliyyatlarında caridə izləmir. Tipik Azərbaycan ticarəti, konteynerə nə qədər pul verirəm, mənə nə qədər pul qayıdır. Yəni belə gedirlər də.
İndi birinci ayı qeyd elədik. Fevral ayının maya dəyəri olaraq Həsən idi, düzdür? Həsən, fevral ayının içində qəbul edirəm bu xərcləri. Tamam. Mart ayına baxaq. Mart ayının xərcləri də bu qədər. Baxın, ilk öncə mən neylədim? Uşaqlar, birinci satışları əlavə elədim, gördüyünüz kimi. Birinci 3 aylıq satışımı əlavə elədim. 3 aylıq satışımın maya dəyərini əlavə elədim. Və gəlirəm 3 aylıq gəlirlərimi hesablamağa. Artıq nə edirəm? Ofis mebelində bərabər deyirəm, gəlirəm yuxarı. Ofis mebelimin yanvar ayının satışı çıxılsın ofis mebelimin yanvar ayının xərci. 600 manatlıq bir gəlir əldə eləmişəm sırf ofis mebelindən. Çəkirəm 4 çeşidimə və baxıram. Bu mesela kanallardan eyni eləyim. Pozuldu buralar. Hə. Sizin yazdığınızdan eyni gəlir. Gəlməyinə. Amma bu sənin sırf gəlirliliyindir. Bax. Gəl sayılarına baxaq indi. Mart ayında ofis mebeli 7 ədəd satmısan. Düz. Gəl bunu bu sayılara da tətbiq edək. Düzdürmü? Düzdür. 7 dənə ofis mebeli satmısan Mart ayında. Cəmi 1400 manat pul qazanmısan. Qonaq mebeli 2 dənə satmısan. 6 dənə qonaq mebeli satmısan amma 4500 pul qazanmısan. Ofis mebelindən çox mən yüklənərəm onda qonaq mebelinə. Düzdürmü? Bir de Gör nə qədər fərq var aralarında. bir tane ofis var. Ben de çok bilmiyorum. Tamam, doğru. İndi hələ burada başqa əməliyyat da aparacağıq. Hələ ora gəlmirəm. Deyək ki, 3 ay daxil elədik. 3 ayın əməliyyatları da burada mövcuddur. Tamam, bunu nəyə qeyd eləmişdim mən? Hə, total olaraq üzr istəyirəm. Bu mənə lazım deyilmiş. Mən çəkid üzrə bilsəm, bəs eləyir. Tamam. Digər aylarda əlavə edəcəm növbəti əməliyyata keçə bilmək üçün. Mart ayını bitirdik, qutardıq. Amma bizləri biraz sürətlə qedim. Hamısına şamil eləmişəm, yox. Sadəcə yuxarıları kopyalayıb atacağım. Aşağılardakı əməliyyatlar bura qədər getməlidir. Avtomatik özü hesablasın. Tamam. Mart ayı gerisi hanı? Hə, aprel. Baxın, görün, mən səhv eləməyim uşaqlar. Diqqətli olun. Aprel ayının satışlarını qeyd edirəm. Sonra may ayının satışını qeyd edəcəm. Və iyun ayı olmalıdır buralarda bir yerdə. Başqa yerə düşdü. Neçə dənə rəqəm kopyaladım ki orada? Hə, tamam. Təşəkkür edirəm. İyun ayının satış qiyməti və iyul ayına keçək. Bunların xərcində girim ondan sonra. Xərclər, yanvar istəmirəm, aprelin xərcləri hanı? Hə, bu xərclər idi. Aprelin xərci, mayın xərci, səhvə girirəm. Düzgürdüm və iyunun xərci. İndi orta rəqəmlərini çıxardıram ki, qalınlıqdan məni çaşdırmasın. Rəqəmləri cədvələ aydın görə bilək. Tamam, hələ ki gəlirli ilə gedirik, amma məsəl üçün buradan yəni bu cədvəlin baş tərəfində və başdan sabitləyək, sonra bizi tarix artığını girincələməsin. Gəlirəm gəlir tabloma, uşaqlar. Baxın, yanvar ayında 7000, fevral ayında 14000, Mart ayında da 14600, eyni rəqəmi qazanmışam, stabil olmuşam.
Aprel ayında aşağı düşübdür. May ayında biraz qalxıb, yenə də iyun ayında enmişəm aşağı. Veterinerler ekleri veya zaman güneşi sınavına gidip kuşlar güneşi tanesinden bu bakımda Hardasa əlaqələndirmək olar, amma o biri mebellərini artırmalıdır. Eve gelen rahat. Şöyle mən ikinci rübü getdim də, aprel, may, iyunu getdim. Uşaqlar, o biri qrup, mən bu datada girirəm, o biri qruplarda da bu datalar mövcuddur yəni. Sizlər də girməniz lazımdır. İyul ayının satışını girdim, xərcini də daxil edeyim. güneşi çok oldu. İlgili var. Avqust ayı satış qiyməti. Doqquz aylıq informasiyanız var da, hə? Ayten 9 aylık informasiyanız var da sizin. Tamam. Yo, dəqiqləşdirirəm sadəcə. Hələ bu biri aylar baş verməyibdi da hadisələrimiz. Ona görə də qeydiyyatlarımız olmadığına görə informasiyamız da yox. Tamam. Burada bir dənə nə deyək? Deməli. Niyə? %90. Olsun da aşağıya gəlib düşməsin də qardaşım. Ona nə oldu ki? Kaç tamam. 14.650. 3800. Diqqət edin, görün səhv yazaramsa uşaqlar, buna düzəliş verin. Ha. Bəli. Ha, onların rəqəmi eyni idi axı. İşə düşmədik. Bilmirəm. 13.800 aprel ayı. 17.350. 14.050. 16.000. Tek de bunu buradan kopyalayayım yazım görüm ha. Bəlkə belə olar.
Bəli. Baxmadınız axı. Hamısı göstərdim bir-bir. Amma sənin xətrə bir də eləyərəm. Sənin xətrə bir də eləyərəm. Əsas məsələ o deyil. Əsas məsələ təyinatındır. Baxın, bir cədvəlimizdə 9 aylıq informasiya yığdıq. Hələ cədvəlimiz tam deyil ha. Sadəcə buradan nə əldə eləmişik? Gəlirimizi əldə eləmişik. Başqa nəyimiz var? Satışımızın maliyyə dəyəri var. Başqa nəyimiz var? Satışlarımız var. İstəsək satışımıza da eyni dashboardu yığa bilərik. Bax, bu gəlirdir. Birini satışa düzəldə bilərik, bir də satışın maliyyə dəyərinə düzəldə bilərik. Ki, rəhbərimiz yəni durumu görsün. Satışı görmək istəyəcək, ona nisbətdə gəliri də görmək istəyəcək. Ayrı-ayrılıqdakı necə dəyişiblər. Mən hələ ki gəlir üzərindən getdim, işarələdim hamısını və hardan baxdım, heç özümdə yadımdan çıxdı. Datada deyildi, insertdə olacaq. Və belə diaqram seçməyə qərar verdim. Ümumiyyətən ki, bu nə idi belə? Bu niyə belə verdi? Görmürəm onu yəni. Yox, nöqtələrlə versən daha yaxşı olar. Məsələ nədir? Aylar üzrə və məbləğləri görə biləcəyiniz bir şey mexanizmanın olması lazım. Deyək ki, bunun burasında biraz belə edək ki, yəni eyni səviyyəli görürsünlər. İstədiyinizə uyğun da bu dashboardları qura bilərsiniz, başqa səviyyədə eləyə bilərsiniz. Deyək ki, gəlin əsas məsələ fərqi yoxdur da, bunu işarələdiniz. Buradan başqa, bunun ümrüsü haradadır bunu? Bunun dairəsi falan da var elə. Verə bilib seçə bilərsiniz, yəni istədiyiniz rəngini. Yəni hansı, baxın, hansı daha çox izah verə bilirsə sizə, hansı daha çox izah verə bilirsə sizə. Bu yaxşıdır, bunu seçə bilərsiniz. Yəni buradan başqa temalarını artırıb dəyişə bilirsiniz də yəni. Məsəl üçün belə daha rahat görünür, necə yəni? Burada məbləğlər üzərlərində görünür. Görürsünüz nə qədər satıqlar. Bizlərdə isə yanda görünür. Tamam. Bunu hələlik yığdım ki, burada datanı istifadə eləməyə görəsiniz. Uşaqlar, biz yığdıq, artıq gəlirimizi müəyyənləşdirdik. İndi burada başqa bir nüans var. Mən nəyi müəyyənləşdirə bilmirəm? Hal-hazırda burada əlimdə olan bütün dataları istifadə etmişəm. Amma bu mənim illik mənfəət zərərimin birinci hissəsidir. Baxın, buradan tam işarələyəcəm formada. Gəldim, bu həddə çatdım. Kənar xədlərini müəyyənləşdirəcəm və salam. Bundan alt hissədə isə təzədən yeni cədvəlimi formalaşdıracağam. Əməliyyat xərcləri deyə. Gəl bunu böyük hərflərlə qeyd edeyim. İndi uşaqlar, çox maraqlı bir situasiya. Əməliyyat xərclərinə də tarixləri kopyalayacağım. Dursun. Burada nömrə yeri idi. Bəli, indi mənə nə deyəcəksiniz Aytan xanım? Bizim əməliyyat xərclərimiz nədir? Və yaxud da nə qədərdir? Yox, ondan getmir söhbət uşaqlar. Belə görə bilirsiniz, mən belə saxlayım cədvəllər tərəfini görüm. Baxın, gəlirəm əməliyyat xərclərinə. Mənə göstərdikləriniz isə sizi qane etməyəcək. Tamam, baxarıq indi ona. Mən qeyd edeyim sizə izahla. Deməli, satışla bağlı və məhsul istehsalı ilə bağlı çəkdiyimiz xərclər, məhsul istehsalı ilə bağlı çəkdiyimiz xərclər məhsulun maliyyə dəyərinə daxildir. Məhsulun satılması ilə bağlı çəkdiyimiz xərclər isə satışın maliyyə dəyərinə daxildir. Bir də bu durumu idarə edənlər var. Və idarə edən proses var.
Yəni idarə etmə heyəti, idarə edən şəxslər, menecerlər, müdirlər, mühasiblər, sürücülər, yəni məhsul çatdırılmasına bağlı olan yox. Müdirin sürücüləri, mühəndislər, memarlar, dizaynerlər, yəni ofisdə oturub sizin tabirinizdə ağ adamlardan gedir söhbət. Onlar və onların çəkdiyi xərclər, onlara görə çəkilən xərclər, bir də ki, ofisin ümumi xərcləri. Printeri, nə bilim, kompüterləri, amortizatorları və yaxud da ki, dəftərxanalar, onlar bəlli kapitallaşan xərclərdir ki, qoyumsuz qalıbdır, amma əməliyyat xərci saya bilərsiniz. Müəyyən yerlərdən kompüter və proqramın idarə olunması üçün xidmət almışsınız, onlar. Oranın təmiri üçün xərc çəkmişsiniz, onlar. Rabitə və bax, xərclər iki cürdür. OPEX deyirik, bir də CAPEX deyirik. OPEX operation cost gedir. CAPEX-də kapitallaşan xərclərdən gedir söhbət. Kapitallı xərclər. Operation costlar, yəni əməliyyat xərcləri açırıq özümüz üçün müəssisənin idarə etməsində çəkilən xərclərdir. Bir dəfəlik xərclərdir, çəkilir və müəssisədən gedir. Həmin ay üçün də xərcə tanıyırıq və ümumi gəlirdən çıxırıq. Bitir çıxır gedir balansımızda. Kapital xarakterli xərclərsə bayaqların məhsulun maya dəyərinə girən xərclər, ofisimizin ümumi təmirini edəndə çəkdiyimiz xərclər, avadanlığımızın təmirini edəndə çəkdiyimiz xərclər, axı müəssisədə qalır, hələ işləyir. Həmin xərclər bizim müəssisədən getmir. Ya obyektimizin inkişafını qaldırır, ya avadanlığımızın dəyərini artırır, müddətini uzadır. Başqa kapital xərcləri nə deyə bilərəm? Misal üçün, mebel şirkətinin kapital xərci nə ola bilər? Yəni, ümumiyyətə. Avadanlıqlarını təzədən rebrandingini eləyir, müəyyən cihazlarını və kompüter tərəfini dəyişir. Onun üçün də 10.000 manat xərc çəkir. Bu xərc onun kapital xərcidir və avadanlığın dəyərinin üzərinə əlavə olunur. Xərcə yazılmır. 111-ə qeyd olunur. Yəni 700 də olan hesablara yox. Avadanlığın dəyərini artırdın. Bu tipli xərclərin kapital xərcləridir. Və yaxud da o sənin ofisin özü üçün də keçərlidir. Belə deyək də, xərc anlayışı sadəcə əməliyyata aiddir. Bir dəfə çəkdim və getdi. İcarə xərci verdim, istəyirdim. İcarə xərci kapital xərci ola bilmir. Əmək haqqı kapital xərci ola bilmir. Hansı halda kapital xərci olur? Əgər əmək haqqı xərci məhsulun maya dəyərinin hazırlanmasında iştirak edibsə, birbaşa əmək haqqıdırsa, indi siz növbəti dərsinizdə onu öyrənəcəksiniz. İstehsalata birbaşa aid olduğuna görə həmin əmək haqqı sunması məhsulun qiymətinin içinə düşür, daxil olur. O zaman nə olur? Məhsul satılanda həmin əmək haqqı xərci də sənə ödənilir. Yəni kapitallaşmış oldu. Təkrardan kapitalın üzərinə gəlmiş oldu. Amma müdirin maaşı nə oldu? Sən qazandığın gəlirdən çıxıldı və getdi. Sənin kapitalda heç bir təsiri olmadı. İndi mən burada əməliyyat xərclərini qeyd edirəm. Ən birinci nə başlayır? İstəsiz bir 2 dəqiqə ara verəyim. Mən də telefondan danışım. Bu 3-cü zəhdir. Görüm nə baş verir. Amma uşaqlar, biz qaldıq əməliyyat xərclərimizdə. Gəlin birinci əməliyyat xərclərini izah edək, biraz keçək üzərindən. Əməliyyat xərcləri bizim əslində bir növdə həm də idarə etmə xərclərimizdir. Ümumiyyətlə müəssisənin işləyişi üçün lazım olan xərclərdir və bu xərclər məhsulun nə maya dəyərində iştirak etməli deyil, nə də satışın maya dəyərində iştirak etməli deyil. Çünki satışın maya dəyərində iştirak edən xərclərimizi qruplaşdırmışıq. Hər mebelə görə öz təyinatına yazmışıq. Amma bu bizim burada qeyd edildiyimiz xərclər birbaşa xərc bölümündə qalan xərclərdir. Yəni, satışın maya dəyərinə gedən xərclər deyil. 711, 721, 731, 751 nömrəli kommersiya xərcləri, nə bilim, inzibati xərclər, sair əməliyyat xərcləri, faizlərə görə olan xərclər, yəni maliyyə xərcləri üzərində bəli, qalan xərclərimizdir ki, hansı ki, nə məhsulun istehsalı ilə bağlı çəkilibdir bu xərclər, nə də ki, onun satışı ilə bağlı çəkilibdir bu xərclər birbaşa. Onlara aid deyil. Onun üçün qeyd edirəm mən birinci əməliyyat xərclərinin özünü buradan silirəm. Bura nə lazımdır mənə? Əmək haqqı xərcləri.
Dövlət Sosial Müdafiə Fonduna yığımlar. Bəli. Bilirəm, mən sadəcə sizin üçün yazıram olsun. Çünki ya bu gün ya da növbəti dərsiniz əmək haqqı ilə bağlı olacaq. Bəri başdan xanada olmuş olsun da. Siz yazmamış ola bilərsiniz. Uşaqlar, Ayten ondan narahat olmayın. O informasiyada getmir söhbət. Olmadı, boş qoyacaqsan. İcbari tibbi sığorta xərcləri, işsizliyin sığorta xərcləri, işsizlikdən sığorta haqqı yazaq. Bir də burada nə yazırıq? Əmək haqqıya bərabər tutulan xərclər var bir də. Necədir? Mükafat verirsiniz, nə bilim, bonus verirsiniz və yaxud da ki, işçiyə əmək haqqısının qarşılığından əlavə deyək ki, evlənir, mebel hədiyyə edirsiniz öz işçimizə. Yəni bu tipli xərclər, onlar da əmək haqqıya bərabər tutulan xərclərdir. Və yaxud da kənardan bir də xidmətlə aldığınız işlər var. Deyək ki, sizlə əmək müqaviləsi bağlamayıb, amma xidmət müqaviləsi bağlayıbdır. Onlara da xidmət haqqı olaraq qeyd edirsiniz. Tutulan xərclər. Bəli, aiddir. Əgər yox, bu xərcə yazmırsan onu. Çünki o, bura aldığın konsalting xidmətini yaza bilərsən. Çünki o aldığın xərc 701-ə aiddir. 7 düşdü satışın maya dəyərinə. Quraşdırma üçün çəkildi axı o. Tamam, bir də bura yazırıq. Xidmət haqqı. Sesleşme bağlı kimde çağırıyor. Kapıdan size ulaşmıyor. Xidmət haqqıya qeyd edəcəksən. Baxın, birinci hissədə əmək haqqı bölümünü doldurdum. Biraz böyüdək. Tamam. Keçirəm ikinci hissəyə. Bax, burada xərclərin özünü də qruplaşdıra bilərsiniz. Başlığın əmək haqqı qoya bilərsiniz. Baxın. Belə qeyd edə bilərsiniz. Ondan sonra qeyd edəcəyiniz bölümdəki tiplər xərclər nə ola bilər də? Yəni əmək haqqı bitdi. Əmək haqqıdan sonra olacaq sizdə, deyək ki, mebel şirkətinizdə yox, xərc qruplaşması eləyək də, satışla ümumi reklam xərcləri olsun. Gəlin belə gedək. Reklam xərci. Yox, gömrük rüsumları xammalınızın tərkibindədir, burada deyil. Bəli, bəli. O artıq bilirsiniz hardadır? O, baxın sizin cədvəlinizə keçim. O buradadır. O zaten bu 9 Mart'ın içində daxil olmuşdur. O da oranın içərisində getməlidir. O 900 içində getməlidir o. Burada ola bilməz o. Nəyin amortisasiyası burada ola bilər? Ofisdə istifadə olunanların amortisasiyası qeyd oluna bilər. Ofisdəki kompüterin amortisasiyası. Bəli. Bunu bir də düzəldim. Ofis ləvazimatlarını istifadə edirsinizsə, lampiçkanı dəyişirsiniz, ofis ləvazimatı, konfet alırsınız, şirniyyat alırsınız, belə şeylər. Lap qoy bundan şey ayırım, ofis xərclərini ayırım. Deməli, təsərrüfat xərcini qeyd elədik. Ofis ləvazimatlarını qeyd elədik. Nəqliyyat xərci olsun.
Təmir xərci ofis. Sizin maşınlarınız var idi? Təmir xərci nəqliyyat vasitəsi. Sonra nə yazdım? Nəqliyyat yazdım. İnternet xərci. Ayrı qrup eləmirəm, yazıram. O zaman maliyyəçi hardan biləcək kommunalları doğru istifadə edib etmədiyinizi? Hansının çox, hansının az gəldiyini? Zaten siz mebel olaraq işığı ayrıca yandırmağınız kommunalınız satışın maya dəyərində olması lazım idi istehsalatda. Ora ayrı şotçuk qoymalısınız ki, həmin dəyəri satışın maya dəyərində silə bilərsiniz. Uşaqlar, dinləyirsiniz məni demək istədiyim. Baxın, sual gəlir, ona izah verirəm. Kommunal xərci qeyd edirəm, hamısının qabağında da ofis sözü qeyd edirəm. Səbəb ondan ibarətdir ki, əgər siz istehsalat müəssisəsisinizsə, istehsalatın şotçuku ayrıcı olması lazımdır. Yəni qeydiyyatçı avadanlığı. Çünki istehsalata gedən xərcin tamam başqadır. Məhsulun maya dəyərinə daxil olacaq. Amma inzibati ofisdə istifadə olunur tamam başqadır. Hə, bəli. Təmizlik xərci qeyd elədik. Başqa ağlıma nəqliyyat qeyd eləmişəm. Bir dəqiqə, nəqliyyat. Onları qeyd eləmişəm. Eyni xərcdə sadəcə olaraq mən uçotumu düzgün apara bilmək üçün istehsalatdakı xərcin başqa bir şeyə aid daxil. Mən onu burada gəliri əldə eləmək üçün çəkmişəm. Görürsünüz, gəlir rəqəmim var burada mənim. Böyüdür, böyük görün. Baxın, bu birinci əldə etdiyim mənfəətli hissəsidir. Yəni, hələ gəlirimi formalaşdırdığım hissədir. İndi mən bu gəlirimdən əməliyyat xərclərimi çıxandan sonra əldə edəcəyim şey olacaq mənim mənfəətim. O mənfəətdən müəyyən xərcləri çıxandan sonra əldə edəcəyim şey isə xalis mənfəətimdir. Ondan sonra xalis mənfəətdən sonra da dividend vergisini çıxandan sonra yerdə qalan rəqəm olur bölüşdürülməmiş mənfəət. Yəni artıq sahibkarlar arasında bölüşülməlidir həmin summa. Biz xalis mənfəətə qədər enəcəyik. Uşaqlar, başqa xərc ağlıma gəlmir. Başqa bir təyinat nə istifadə olunur? İnternet xərci, reklam xərci yazdıq. Kommunalları yazdıq. Ofis ləvazimatları yazdıq. Ofisimizdə mühafizə varsa, hə, ola bilər. Yəni, onun əmək haqqı da gedəcək, hə. Amma mühafizə xərcini kənar təşkilatdan alırsınızsa, o xidmət müqaviləsi içərisində qeyd eləməlisiniz və yaxud da mühafizə xərci içərisində. Başqa şəkildə, bəli, təmin edirsənsə. Torunuda kimi, mühafizə polisi kimi. Bəli. Daşınma bura yazmamışam. Mən bura nəqliyyat xərci yazmışam. İşçilərin taksi xərci. Maliyyə əməliyyat, belə deyək də, maliyyə hesabatında qeyd edə bilərsən. Amma vergidə gəlirdən çıxa bilmirsən onu. Amma qeyd eləməlisən. İşçilərə yemək xərci sən çəkmirsənsə, yemək pulunu əmək haqqının içində verirsənsə, xərcə silə bilirsən. Xeyri təşkürlər. Uşaqlar, hələ xərcləri bu qədər saxlayıram. İşarələdik. Cədvəlimizi formalaşdırdıq. Və buranı da ümumi total yerində düzəldək. Əlbəttə ki, vergidə əslində vergidən yayınmırsan. Yox. Zenab, əslində vergidən yayınmırsan. Yox. Çünki ora saldığın rəqəmə, əmək haqqı dediyi rəqəmə
Təzədən də DSM-yə ödəyirsən sən. Minus 25%. Oturup onu analiz edebileceğin yer olmalıdır ki, o xərci ödəməklə mənə sərf edir yoxsa yox. Bir var belə ödədiyim yemək xərcini gəlirdən çıxmadan vereyim. Bir də üstünə təzədən əlavə desəm ödəsəm mənə daha çox sərf edir yoxsa yox. Ben mesela ben de böyle işte büyük örnekler yedi insan Mənfəət vergisinə görə azalma edə bilirəm. Amma onun üzərindən 25% özüm əlavə xərc gəlməliyəm. bir şey böyle. Hə, bəli. Bəli. İndi çıxacaq ortaya. Ama böyle İki daşınma xərci yazdınız. Biri məhsulların müştəriyə daşınmasını, onu satışın maya dəyərinə daxil elədik. Bir də burada nəqliyyat xərci yazdım əməliyyat xərclərində. İşçilərimizin taksi xərci, müştərilərlə falan görüşə gedəndə məhsulun müştəriyə çatdırılması ilə bağlı olan daşınma satışın maya dəyərində getdi. yüzüne taşınan bir yardım yok. Cəmi əməliyyat xərci. Şöyle, cəmi əməliyyat xərclərini artıq siz bir şəkildə belə deyək də nümunəvi olaraq formalaşdıracağım sizin əvəzinizdə. Çalışacağım gəlirə nisbətli olsun da. Tamam. Deyirəm ki, nə? Əmək haqqılar ümumi qalsın burada, onsuz da bölüm olaraq ayırmışıq. Ki, əmək haqqı xərclərini ayrıca görmək istəyirik. Aylıq. Aile emeği. Onun içərisində axı digər əmək haqqıları da var idi. Mən ofis işçilərinin əmək haqqılarını deyirəm. Ustaba köməkçiləri çıx, icraçı direktor, mühasib, Burası koyacağım. o satışın maya dəyərində gedibdir çox güman ki. 500 lira. 3350 manatlıq bir əmək haqqımız var. 3350 manatlığa görə gəl belə deyək də yuvarlaq hesablayıram uşaqlar. Bərabərdir bunun 15%-i. Yəni yuvarlaq hesablayıram. İcbari tibbi sığorta 2%. Sen resmine şey verir. Onu eləmirəm də hal-hazırda. Sadəcə cədvəlimizdə rəqəmlər formalaşsın deyə eləyirəm. Real əməliyyatları eləmirəm. Onun üçün burada əmək haqqı cədvəli olmalıydı. Mən əmək haqqı cədvəli götürmədim. Sizlə onu keçməmişik deyə onu istəmirəm. Bərabərdir. O kimsə dövləti hesablayır ha. Bu nə idi? 0.5 idi. Tamam. Etdik. Əmək haqqıya bərabər. Bonuslarımız nə qədər idi? Satışın 2% idi. Baxın satış məlumatım burada var deyə. Bu vurulsun 2%. 330 manat da bu elədi. Tamam. Əmək haqqı xərcinizə baxın uşaqlar. 40266 elədi. Bu nəyin hesabına hesabladı? 2 dəqiqə. Ctrl Shift 1. Bu 3 ay çıxmalıyam. 3 ayda hesablamasın. Tamam. Bu hissələr yerində. O müsaade sesinizi konuşun. Bəli. Buranı mı? Bu formulanı da atmışdım deyə özlərinin üzərindən sırasına getmişdim. Xidmət haqqı varımızdır mı? Konsaltlik xidməti alırıq mı hardansa? Hüquq və yaxud da mühasibatlıq. Biz
Dalma var. Var. Ha. Tamam. Reklam xərcimiz nə qədər olub? Yok, yok. Şehirler çok var. Instagram ve projeler Hansı aylar üçündür o? bir örnek. Bir aylıq hansı ayda? Yanvar ayında vermisiniz? 800 manat. Ha, bunlar ucuz tapıblar da nə isə? Bunlar nə isə ucuz tapıblar da. Bu da Sonra ofiste ne kadar reper avadanlığınız var idi? Kızlar da icazə verin. O istəyirsən altıncıdır. Ben ofiste kompüterlərinizi falan deyirəm. Heç birisi amortizasiya uğramır ha yani. Hamısı gəlir 510 manatdan yuxarı olmalıdır ki, amortizasiya xərci yaransın. Baxın, o post terminal yanlış əməliyyatda, onu unudun. Post terminalı istəsəz pulsuz əldə edə bilərsiniz. Bu arada nəzərinizdə olsun. İstənilən bankda post terminalının təklifi 3 cür olur. Bir, əvvəlcə də səndən depozit istəyir. Deyir, mənə bir 800 min manatlıq depozit qoy, gətirim verim. Quraşdırım öz post terminalını sənin müəssisəndə. Biri budur. Sən 800 manatı ödü verirsən, misal üçün deyirəm, depoziti verdin, gətirib post terminalı quraşdırır. Nə zaman post terminalını qaytarırsansa, sən pulu da geri qaytarır. 800 manatı da vermədən götürmək istəyirsənsə, orada bir dövriyyə şərti var ki, hər ay ən azı nə qədər bura rəqəm vuracam mən. Onu verirsən, əgər çox istifadə edəcəyin yerdirsə, pulsuz gətirib qoyurlar. O belə olmasa, deyək ki, dövriyyə sözü də verə bilmirsənsə, öz telefonlarınızı post terminal kimi elan edə bilirsiniz. Yəni Kapital Bankın xüsusi hesablama metodu var. Telefonunuzda çıxardırsınız. Bir kod düzəldir belə, birbaşa sizin cari hesabınıza bağlıdır. Post terminal bir məqsədi və belə yönləndirirsiniz NFC ilə. Tak, post terminal kimi keçərlidir. İndi gəlirik əsas məsələyə. Deyək ki, bunu da eləmək istəmirsiniz. Hər bank özü ayrı-ayrılıqda baş verir. Paşa Bankın post terminalı başqa cür verir şərtlərlə. Bank of Baku başqa cür verir. Rabita Bank başqa cür verir. Yəni hər bankın verilmə tərzi fərqlidir. Yəni biraz araşdırma etsəz, pulsuz əldə edə bilirsiniz. Post terminal əslində ödənişli bir şey deyil, xidmət deyil. biz bu postları biz senetsiz var. Var bu sadece olmamış. Doğru, razıyam. Əcəb elədin. Çünkü şöyle Onu da düz elədin. O düşüncə də düzdür. Mən ona bir daxil eləmirəm ki, ona deyəcək hər hansı bir sözüm yoxdur. Mənim dediyim sizə nədir? Bunu eləmək üçün 2000 manatlıq bir müəssisədən pul çıxartmaqdansa, xırda araşdırma ilə 2000 manatlığın əvəzinə 500 manatdan, 300 manatdan məsələni həll edə bilərdin. Yəni, onu demək istəyirəm. Etdiyin şey doğru əməliyyatdır zaten. İcara xərcimiz varmı? Aylıq. ben şu çiçeğini almıştım. Bu nəyin xərcidir? Mağazanın yoxsa? Əlbəttə, ailə yazılmalı. Telefonla danışığa təxmin nə qədər xərc ayırmısınızmı? Müştərilərinizlə danışmaq üçün. Niyə cibinizdən istifadə edəcəksiniz? Tamam. Neçə nəfərsiniz işçi olaraq? Orada. Yox, istehsalat sahəsini çıx. Yəni satış meneceri, müştəri təmsilçisi. 5 nəfər hər ərinizə 20 manatdan 100 manat əlavə edirəm. Azərsildə 20 manatlıq paket yaxşıdır. Həm internet, həm danışığı. Səhv yerə gedirəmişəm. Aha. Təsərrüfat xərcləri. Beş şans olur bir şey. Təsərrüfat xərclərinə. Yoxsa ofis xərclərinə. Ofis xərcləri hər ay 500 manat. Çox deyil hər ay 500 manat. Çağırın.
Sizin dediyiniz kimi qeyd edirəm, çünki nə əməliyyat düşündüyünüzü tam bilmədim. Ben işte az oldu. Deyirəm çox olmadı 500 manat aya. 4500 manat 9 aya xərc edir bu. 4500 manatlıq nə A4 işlədəcəksiniz, nə avadanlıq işlədəcəksiniz? Olar. Ben bunu söyleyeyim. Baxın, indi biz özümüzdən ssenari uyğunlaşdırırıq deyə belə edirik. Amma əslində reallığı elədir. Amma proqnozlaşdırılanda Günay xanımın dediyi kimi olur. Səndə bir şey olmayanda, alanda birinci toplu alırsan. Ondan sonra nə azalırsa ondan alırsan. Ay bay o alışlar. Əlbəttə, heç elə aylar yazdım. Birinci ay 500 vermişəmsə, 3 aya mən niyə bir şey yazıram ki, o 3 ayda təzə 200 manatla buna da bax qeyd edə bilərəm əslində. Amma onu artıq siz tarazlamalısınız. Nəyə əsasən? Buradakı satışlarımın nisbətinə əsasən. Satış çoxdursa, deməli əməliyyat sayı da çoxdur. Əməliyyat sayı çoxdursa, kağız-küğüz işlərim də çoxdur deməli. Yəni silinməm çox gedir. Tamam. Təsərrüfat xərcinə aylıq 20 manatdan 20 manat az oldu, 30 manat yazdım. $30 manatdan da bunları qeyd elədim. Deyək ki, taksi xərcləri qrup, deyək ki, taksi xərcləriniz olsun sizin bir aylıq nə qədər olsun? Adam başı ya da müəssisə olaraq götürək bir 100 manat, 110 manatlıq ümumi taksi xərciniz olsun. Yox, işə gəlib getməyiniz üçün demirəm. İşlə bağlı kuryer xərcləriniz, bir yerə bir şey göndərmək. Yox, o sizin yüklərinizi şeyə daşımaq üçündür. Müştəriyə daşımaq üçündür. Yəni. Bəli. Sonra nəqliyyat vasitələrinin təmir xərci. Nəqliyyat vasitələriniz 0 idi, yoxsa təzə almışdınız? Sıfırdan almışsınızsa təmir xərclərini ne almışdınız? Yük maşını. Neçə maşındır? Neçə dənə idi? 2 dənə? Tamam. Səhv yerə yazmışam. Ofisin təmiri ilə bağlı hər hansı bir şey çəkməmisiniz də yəqin ki hələ. İnternet müqaviləniz neçə manatlıqdır? 20. Options 27 manat. Necə? Maillərin nə ilə işləyir? Proqram təminatı nə ilə işləyir? Server informasiya nə ilə gedir? o sizin öz işçiləriniz arasında koordinasiyanı qurmaq üçün. Elektrik xərcləriniz, su və qaz. Elektrika neçə nəfər idi? Ofisdə 5 nəfər işçi var idi da. 5 nəfərin avadanlığı nəzərə alsaq, maksimum 20 manatlıq elektrik olsun, 15 su olsun. Yeməyi ofisdə pişirirsinizsə bir 15 manatlıqda qaz olsun. Bilmirəm, eləyirsiniz konserlər istifadə.
Niyə? Kombinin pulunu mən ödəyəcəm. Yanvar, fevral, mart ayında kombi işıq nə işlədəcəklər ki? Ondan sonra aprel ayında hamısını azaldacaq. May ayında hava istiləndiyi üçün kondisionerə 100 manat, yəni sizin xətrənizə. Su biraz artıq gedəcək. Götürmüşsünüzsə elədir, silmək lazımdır. Kirayə daxildə deyil. Sentyabr ayında da yenə az götürürəm. Mən sizin əvəzinizdən belə proqnozlaşdırdım uşaqlar. Nəyi silməyimi istəyirsinizsə deyin zəhmət olmasa. Yəni Zeynalabdin dediyi variant. Siz əgər plazada oturub işləyirsinizsə, mən bunu inandırıcı qəbul etmirəm. Niyə? Çünki mebel istehsalatla məşğul olan müəssisə həmişə istehsalatı gözünün önündə olmalıdır. Yəni ofisinin pəncərəsi istehsalata açılmalıdır ki, həm yeyintilərin qarşısını ala bilsin, həm sürətli qərar qəbul etmə edə bilsin, həm də ki müştəriyə vaxt deyə bilməsi üçün orada olması lazımdır. Yəni istehsal sahəsi yanında olması lazımdır. Yəni əksər mebel sexlərinin, istehsal sahələrinin hamısında vəziyyət bu cürədir. Bir də təmizlik xərci. Xadiməniz falan varmı? Nə ödürsünüz, nə ödəmirsiniz? Sizin baxın, elə deyil. Görün mən nə yazmışam? Təmizlik xərci yazmışam bura. Bax, düz tutmadınız. Aytan qrupasarda sən sizə düzdən. Və sən bir də sən varsan. Deməli, təmizlik xərci yazmışam mən. Təmizliyi edən xanım, bəy, fərqi yoxdur. Sizin müəssisənin işçisidir, yoxsa məsəl üçün, həftəlik danışımız həftədə 2 dəfə gəlsin, baxın. Həftəsinə 50 manat, ayda 200 manat. İnsafa bax, nəyə çox oldu? Nəyə çox oldu da ya? Bu boyda xərcin içində nə çox oldu? Mühasibatlığa bir şey yazmışdıq. Axı bu informasiyaları kim hazırlayır? Sizin konsaltik müəssisəsi hazırlamayacaq axı. Konsaltik sizin rəsmi hesabatlarınızı verəcək. Qaymələrin işlənməsidir, sistemə, raporun hazırlanmasıdır. Onu deməyəcəm, bayaq da Pərvin xanım da soruşdu ondan bağlı. Amortizasiya biz hardasa 4-5 metodla hesablayacağıq. Hesablama formamız var. Ondakı aktiv dərsində öyrənəcəyik. Rahat bir prosesdir. Deməli, gəlirəm buradan alt bərabərdir deyirəm. Görürəm işarələdi xəttlərimi. Bəli. Və çəkirəm. Hara kimi istəyirəmsə, ora kimi. Daxil etdim. Burada da dekabrın qabağına yuxarı total qoymuşdum deyə ümumi əməliyyat xərclərimi də buradan görürəm. Deməli, mənim gəlirəm hələ ilkin analizimə dəqiqə. Cəmləri də verdimmi? Alt bərabərdir, amma tərəfi hesabla deyirəm. Cəmi mənim 85.903 manatlıq xərcim var. Yuxarı hissəni qəsdən orada saxlamışam ki, görünməsin. Əməliyyat xərcimi girəndən sonra özümə yeni bölüm açıram. Deyirəm, bura nə olsun? Mənfəət olsun. Mənfəət olsun. Mənfəət vergisi olsun. Və xalis mənfəət olsun.
Və indi gəlirəm mənfəətimi hesablamağa. Uşaqlar, biz nə etdik bayaqlarım? Ən yuxarıya qalxıram. Biz satışımızın maliyyə dəyərini çıxdıq və əldə etdiyimiz şey dedik gəlir. Düzdürmü? Gəlirimizdənsə əməliyyat xərclərimizin cəmini çıxacağıq və alınan şey deyəcək ki, mənfəət. Yəni gəlirəm, əldə etdiyim gəlir, çıxılsın, əməliyyat xərcləri. Burada zərər etmişik və eyni əməliyyatı digər sütunlarımıza da tətbiq edirik. Yanvarda təzə başlamışsınız deyə zərər etmişsiniz. Digər aylarda bir şəkildə mənfəətə çıxa bilmişsiniz. Və yenə də alt bərabərdə deyirəm. Enter deyirəm. Mən sizin əvəzinizdən yığıram əməliyyat uşaqlar. Mən sizin əvəzinizdən yığıram əməliyyatı. Şey deyil. Yəni rəqəmləri sonra özünüz düzəldə bilərsiniz. Mənfəət vergisi birinci ay 0. Necə? Verməlisən. Amma mənfəət zərər hesabatı hesablayırsansa, deməli dövriyyən var artıq. Məsələn, sadələşdirilmiş vergi hesabatı olmaq üçün 9 ayda işləmsən, artıq sənin satış dövrün 169 mindir. İdxal əməliyyatlarda edirsən. Bu birisi 3 ayda gəl bununla eyni ən aşağı rəqəmi qoysaq nə olacaq? Bax bilənə. Dövriyyəyə bax. Satış rəqəmlərini görürsən, ən son aylarda nə olubdur? 41.500. 3 dənə də 41.500 yox, 30.000 qoysaq nə olacaq? Ardıcıl 12 ay keçmiş olardı. Amma mənfəət zərər hesabatını sadələşmiş müəssisələr 99% yığmırlar. Yəni onlar üçün maraqlı olmur. Çünki dövriyyədən vergi dediklərinə görə, amma onlar da yıxmalıdırlar eyni əməliyyatı. Əslində 0 yazmıram bura. Məqsəd necə olacaq? Bərabərdir. Həmin o mənfi vurulsun 20% yazacaq. Mənfəət vergisinin şeyini də hara getdi bu? Dərəcəsini. Və onu da tətbiq edirəm yenə dövriyyəmə. İllik 9579 manat 29 qəpik mənfəət verginiz əmələ gəlir. Amma görün necə olur. Bu toplananın içərisində bu zərər də getdi. Aydın demək istədim. Yəni bu ayın zərərini ki, növbəti ayda bağlamış olursan artıq. İndi son dövrəyə qalxa keçirdəndə görəcəksiniz. Bu ayda mənfi ilə keçəndə o bir ay müsbətə çıxanda müsbəti daha da azaltmışlar. Dedi çıx debit deyil, yaxud üstünə gəlir təzədən. Və xalis mənfəətin sənin hansı formatda olur? Bərabərdir deyirsən, bu daha doğrusu minus bu. Sənin minus bu yazdım, niyə oldu? Daha üzərinə gəldi. Bunlar zərərli deyə, bunları toplasam daha yaxşı olar. Bir sizlərə minus deyim. Tərsliyə bir dəqiqə gözlə, heç xoşuma gəlmədi. Buradan bir şey, baxa hansı xərci var bunun. Heç aya yarımçıq başlayıbdı. Bunu 2000 veribdi birinci ay icarə xərcini. Görün bunu. Birinci ayda özləri təmizləyiblər.
Bunu da 10 manat eləyək. Hələ mətbəxləri qurulmamışdı. Ben size bir soru. Yanma. Ben size de fazla. Son. Şey çok eğlenceli. Yok, çok yakışırız. Görmüyorum. Ben. İstəmədim mənfini orada görəm. İstəmədim mənfini orada görəm. Yani kavga edilsin. Mesela Ola, bax, sən həm zərərdəsən, həm zərərə görə də verginin azalmalı olmalısan 20%-də. Onu da hesablayırsan ki, ümumi mənfəət sənə bu rəqəmə təsir edəsin. Yoxsa orada hesablamı sıfırda qoysan olardı. Amma axı oradakı zərər mənim ümumi mənfəətimi azaldacaq, mənfəət vergimi də azaldacaq. Ona görə burada yazılı saxladım. Eyni almayacaqdı. Çox alınacaqdı. Mənfəət vergi çox olacaqdı. Birinci ay zərəri nəzərə almasaydı, mənfəət vergisi çox olacaqdı. Bəli, bəli, bəli. Adi riyazi əməliyyatdır. Deyək ki, bu belə. Bunu da çəkirəm belə. Uşaqlar, artıq sizin istər proqnoz deyin, istər 9 aylıq durumunuzu deyin. Mən də buradan baxım artıq gözüm mənim də görsün. Sizin hesabatınız artıq mövcuddur. Amma belə bir şey deyim də. Deyək ki, mən burada ümumi əməliyyatlarımı, nə qədər faizlə xeyrə çıxdığımı, durumun nə yerdə olduğunu bilmək istəyirəm. Misal üçün, gəlirəm birinci bu hissəyə, alt hissəyə. Yazıram satışa görə marja maya dəyər əsaslı marja sizcə nə edə bilərəm? Artıq əlimdə bütün informasiya var. Satışa görə marjamı axtarıramsa, mənim xalis mənfəətim 3 manatdır. 3 manatımı böləcəm yanvar ayımın satışına. Əldə etdiyim rəqəm 0,0 oldu. Dəqiqə onu da faiz tətbiq edək və biraz vergüllər versək. 0,2 faizlik bir marjallıq əldə eləmişəm. Xalis mənfəətimin satışı olan nisbəti. Yəni, yanvar ayında 16.500 manatlıq satışa nisbətdə mən 0,02 şey qazanmışam. Xalis mənfəət əldə eləmişəm. Və çəkirəm. Boş ayları silək. Bölmə əməliyyatını eləyə bilmir. Burada nə deyə bilərəm? Hanı mənim home. Nə axtarım? Tapdım. Uşaqlar, gördünüz bura nə yerləşdirdim? İllik ortalama faiz dərəcəmdir. Onu burxanıya yerləşdirdim. Və bunlar da aylıq faiz dərəcələrimdir. Görürsünüz, sizin satışa nisbətdə qazandığınız pul ən çoxu nə zaman olubdur? Sentyabr ayında. Bir də maya dəyərə, yəni xərc əsaslı baxsaq söhbətə, yenə deyərəm bərabərdir qazandığım pul bölünsün nəyə artıq? Satılmış məhsulun maya dəyəri haradaydı? Burada. Yenə enter. Yenə faizə vururam. Burada da çox da fərqli bir durum yoxdur. Bəli. Xərc satışın maya dəyərinə nisbətdə isə 22% pul qazanmışsınız. İndi bir dənə əvvəldən izah edeyim bir də, xanım bir də bilsin. Mən burada iki yerdə xeyrimi yoxlamaq üçün hissə qoydum. Sahibkarım mənim üzr istəyirəm belə deyək də biraz savadsızdır, sadəcə pulu var.
və o hər şeyi daha rahat görmək istəyir. Onun üçün iki cür xeyir faizi çıxartdım. Birini satışıma nisbətdən, digərini isə satışımın maya dəyərinə nisbətdən. Maya dəyərinə nisbətən dediyim şey nədir? Maya dəyərinin üstünə nə qədər pul qoymuşam, neçə faiz? Onu tapmaq üçün nə etdim? Xalis mənfəətimə nisbəti götürdüm onu. Xalis mənfəətimi böldüm satışa. Alınan rəqəmi vurdum yüzdədə, yəni faizə. Əldə etdiyim faiz dərəcəsində bütün aylara tətbiq etdim. Və bu hesabatdan müəyyənləşdirdim ki, gəlirəm ən yuxarı, belə baxam, deyək ki. Bunu da qırağa qoyum ki, siz hamısını görmüş olasınız. Satışa görə marjam aylar üzrə 0.2, 12.6, 12.43, apreldə düşüb aşağı, mayda bir də qalxıb, iyunda yenə düşüb, iyulda daha artıq kar əldə eləmişəm, avqustda biraz düşüb və sentyabrda yenə artıq kar əldə eləmişəm. Ən çox olan həddim ayın 16.47 olub, iyulda olub. Amma ortalama 12.29 əldə eləmişəm. Ortalama götürəndə. Amma maya dəyərimin üzərindən götürəndə ki, maya dəyərimin üzərində xalis mənfəətim nə qədər, yəni satışımı satana qədər məhsula çəkdiyim bütün xərcləri nəzərə alsam, əməliyyat xərcini nəzərə almadan zaten çıxmışam buradan. Əməliyyat xərcini çıxmaq şərti ilə nə qədər pul qazanmışam, o zamansa 22% nisbətində pul qazanmışam deməkdir. Yəni satışım daha çox olduğuna görə, çünki o içərisində əməliyyat xərci də var axı. Yəni hələ çıxmamışdıq oradan. Daha az qazanmışam, amma maya dəyərinə nisbətdə götürəndə faiz dərəcəliliyim yaxşıdır. Bu nə üçün keçərlidir? Bəzi müəssisələrdə baxın, bu hissəni şəxsən mən öz müəssisələrimdə əməliyyat xərcini, yəni 35.468, burada cəm qoymuşam mı? Bu nə xərcidir bu? Bu əmək haqqı nisbət şeydir, xərcidir uşaqlar. Burada gördüyünüz sırf əmək haqqıların xərcidir, bu biraz aşağıya düşməlidir. Bunu buradan silim. Ora total yazım. Sonra sizin fikrinizi qarışdırar. Bura əmək haqqının xərclərini qeyd edəcəm. Elə aylar üzrə verim də bura. Məndən əziyyətini çəkirəm ki. Bəli. Və bütün aylara tətbiq edəcəm. O da bəli. Bu sırf əmək haqqınınkidir. Buna da deyək. Sarı qırmızı deyək ki, burada fərqi görək. Tamam. Ümumi xərcimiz isə 83.698-dir. Əməliyyat xərcimiz. Mən hər zaman əməliyyat xərcini satışa nisbətdə götürürəm özümdə. Yəni, birinci tapıram nəyi? Deyirəm, bərabərdir. Mənim əməliyyat xərclərim bölünsün. Ümumi satışımın rəqəmi hardadır mənim? Budur da. Yox, cəmi gəlib bura düşməyib. Gəlin onu birinci düzəldək. 6 bərabərdir. Enter. Aha. Gəlirəm xərcimin önünə. Bərabərdir. Mənim ümumi əməliyyat xərcim bölünsün satışıma. Enter. O da vurulsun faizə. Deməli uşaqlar, bu əldə edildiyin faiz nədir? Bunu da sizin üçün sarı və qırmızı olaraq işarələyirəm. Sizcə bu tapdığım faiz mənim nəmə lazımdır? Əməliyyat xərcimin ümumi satışın içərisində olan nisbətini tapın. Ki, mənim bu qədər əməliyyat xərcim var. Hansı ki, maya dəyərinə daxil olmuyor. O zaman istehsalat rəhbəri mənə bir məhsulun qiyməti ilə bağlı kalkulyasiya gətirəndə ki, bu məhsulun maya dəyəri bu qədər eləyir. Mən o məhsulun üzərinə ən azı bu qədər pul qoyuram. Yəni, azı 27-sə 30 qoyuram. Ki, qardaş, bunun üzəri 30, yəni son həddir. Sən bunu satanda 31-ci faizə satmalısın. Ki, biz mənfəətdə qalaq. Bunu mən hansı halda eləyə bilirəm? Ən azından bir ilin mənfəət sələrini yığa biləndən sonra. Və yaxud da bir neçə ayınkinin xərcimi elə bilirəm. Bu cür əməliyyat xərclərini fiksləyib caridə işləyə bilən müəssisələr həmişə gəlirlə çıxan müəssisələrdir. Misal üçün, sizin gəlirəm öz yazdığınız formada olmasa da burada izah etməyə. Bunu ayba ayda bura bax sətr qoyub gedə bilərik. Amma mən illiyə çıxartdım.
16.500 manatlıq bir satış eləmisiniz, düzdürmü? O satışın da bir maya dəyəri var idi. Hansı ki o 900 manatlarla hesabladıq ha, baxın burada. Deyək ki, bunu etdiyiniz zaman siz bundan bunu çıxanda gəlir əldə edirsiniz 7700 manat. Amma bir də bu gəlirin əldə olunması üçün dolayı çəkilmiş xərclər var axı. Əməliyyat xərcləri. Bu birbaşa xərc idi. O əməliyyat xərclərindən çıxandan sonra sizin mənfəətiniz qalır əslində. Mən də o əməliyyat xərclərinin bir ay fiksini yığıram, proqnozu maksimumla. Tapdım nə qədər elədi? Burada 83 min, tapdım 85 min. 85 min rəqəmini proqnoz satışımıza bölürəm. Tapıram ki, faizim elədi 27 və yaxud da ki 30. Deyirəm, bu mənim qırmızı xəttimdir. İstehsalatdan məhsul nə çıxacaqsa, onun üzərinə mütləq 30% əlavə edib, sonra satış qiyməti təyin edin. Yəni, marketing və satış əməkdaşları ürəkləri istədiyi qiyməti deyə bilməzlər. Biz minimal təyin etməliyik, yazmalıyıq, ondan sonra davam etməlidir. Hələ ki, bu informasiyalar sizin üçün biraz çoxdur, amma bir hesabatdan əldə edəcəyiniz informasiyaları vermək istəyirəm. Baxın, bu hissəni silirəm. Bəli, bəli. Bax, o yanvar ayındakı temalar çıxmasın deyədir. Bu hissəni silirəm. İndi sizə amma vacib başqa bir əməliyyat göstərəcəm. Bunun isə fərqi yoxdur. Bunu hamınız bilməlisiniz. Şöyle bizim burada biz əməliyyat xərclərimizə bölüm ayırdıq, düzdürmü? Biri də bizdən xərc reportu istədi. İstədiyi zaman mən əvvəlcədən belə bir şey edirəm. Deyək ki, əmək haqqı xərclərinin özünün qabağından başlayıram. Əmək haqqı xərcimi, yəni xərclərimin bir maddəsini bölürəm. Ümumi xərcimə nə qədərdir? Enter, düşdü. 36%. Hər zaman mən ikili faizlə görmək istəyirəm və vurdum, düz gəlmədi. Bizə dəqiqə düsturu sabitləyək. Bunu nəyə böləcəkdik? Sabitləmək üçün uşaqlar həmişə bunların arasında dollar işarəsi qoyun. F-in, hani mənim F4'üm qoya bilmədim. Biri dəyişmişdim bax. Gedib istəmədiyi yerlərə daxil olacaq, amma mən istədiyim yerə daxil olmayacaq. Tamam, tək verək. Nəhayət. Bax, bunu da qısa yolunu öyrənmək lazımdır bir dəfəlik görək hansıdır. Və indi vurdum, gördünüz, hamısına tətbiq elədi. Çünki bölünən yeri də atırdı özündən formula verəndə. Baxın, hamısında böldüyü yerlər dəyişir, bölünmədiyi yerlər qalır. Bəli. Bunu buradan işarələyirəm. Düzmü yerdə edirəm? Yox. Buna da tətbiq edək, yazıqdır. Adlandırma verək buna. Şuralar bu olacaq. Xərclərin necə qeyd edək bunu ki, siz daha rahat anlayasınız. Bu faiz nisbətləri hər bir xərcin ümumi xərclərin, əməliyyat xərcinin içərisindəki faiz nisbətidir. Xərcə görə faiz nisbətidir. Burasını da cəmləyək. Sizdən hansı xərci istəyirlərsə, uşaqlar, bax, hansı xərc, hansı ayın xərc hesabatını istəyirlərsə, siz sadəcə buradan həmin ayın yanına çəkməklə əməliyyatı bildirə bilərsiniz. Bu ümumilikdə düzdürmü? İllikdir. Hər bir ayın bölünü bu sütundan əlavə edə bilərsiniz. Deyək ki, mən illik hesabat vermək istəyirdim. Bu yuxarı mənə lazım deyil onsuz da. Bağladım. Xərclər bölümünü uzadacağım. Bu hissə mənə lazım deyil. Tam sıxa bilmədim. Üstəm. Və bu hissəni bu formatda cəmi əməliyyat xərcləri də mənə lazım deyil.
Yuxarıdan da tuturam, gətirirəm bura və Ctrl P. Artıq mənim faylım hazırdır. Xərc hesabatım illik hesabatlılığı hazırdır. İstəyirəm buna artıq dashboard düzəldirəm bölünə, halda filtr düzəldirəm bölünə. Artıq data mənim də hazırdır. Və bu data əsasında mən müəyyən edə bilirəm ki, qaytarım əməliyyatlarımı Ctrl Z-lə geri əziyyət çəkib cədvəl düzəltmişik, orta yerdə itməsin. Bu gəlirləri də eləmək olar ha. Baxın uşaqlar. Gəlir hissəsində biz hansı ki burada yığmışdıq. Gəlir hissəsində də mənfəətliyə görə, gəlirə görə müəyyənləşdirmək olar. Hansı məhsul nə qədər mənfəətlə edib, necə faizli mənfəət veribdir mənə, onu da etmək olar. Artıq riyaziyyatın gücünə qalır da, əlinizdəki faiz nisbət tənasüb əməliyyatlarına. Bu ilkin variantda olacaq. Buranı da düzəldim bir dəqiqə. Bu ilkin variantda olacaq sizin mənfəət zərər hesabatınızdır. İstəyən müəssisəniz üçün bunu yığmalıydınız ki, əməliyyatlarınızın geridə qalanını mənə təqdim edə biləsiniz. Amma istəməyən müəssisələr də bunu proqnoz olaraq yığa bilər. Ki, bu qədər satmağa hədəfləyirəm, bu olacaq, ona uyğun bu olacaq. Amma həmin anda belə xərclərinizi fiks olaraq qeyd eləməlisiniz. Ki, hansı fiks xərcləriniz var və hansı da fiks olmayan xərcləriniz var. Deyək ki, aralığa tabidir. Kommunal bilmirsən nə qədər gələcək məsəl üçün. Yazsa ki, falandan falana qədər. Yəni, xərclərdə ən yuxarını yazırsan proqnozlaşdıranda, gəlirlərdə ən aşağını yazırsan. Ki, mənfəət ən minimal nədirsə o çıxsın ki, sabah proqnozunda mənfəət yuxarı çıxanda sıxıntı olmasın. Uşaqlar, cədvəllə bağlı başqa sual vermək istəyən var. Əməliyyatlarınızı belə işləyə biləcəksiniz evdə özünüz. Çalışacağıq kimdən gəlib çalışacağıq. Mən bu faylı atıram təkrar sizə.